Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Havalar isindikcə biz də qapalı məkanlardan çıxıb gözəl parka gəlmişik. Sizcə burada sizə hansı peşəni təqdim edəcəyik? Hansı peşə ilə tanış olacaqsınız? Bəli, doğru tapdınız. Bağbanlıq peşəsi. Gəlin Təmraz bəylə birlikdə daha yaxından bu peşənin incəliklərindən tanış olaq. Mən də dabandan baxır yerə. Torpağa girir, maşallah yumuşaqdır. Salam Təmraz bəy, hər vaxtınız xeyir olsun. Mən bilmək istəyirəm ki, siz necə oldu ki, bağban oldunuz? Bu sənətin nəyi siz cəlb elədi? 2 dəfə təsadüfən başladı bu işə. 18 yaşım təzə tamam olmuşdu. Tələbə idim. Ondan sonra başlayandan sonra işi yavaş-yavaş başladım işlədim. Sonra məndə səbirli olmağı vadar elədi. Səbirli olmağı öyrəndim. Ondan sonra işi başladım təzədən sevməyə. İşi sevdikdən sonra da bu işin professional olmağı qərarı aldım. Və Allahın köməkləri artıq işin professional dərəcədə bilirəm. Bağbanlıq sənəti deyirsiniz ki, səbir tələb edir. Bəli. Niyə bizdə? Çünki o, misal üçün belə deyək də, bir toxumu atısınız, toxumun böyüməyi üçün vaxt lazımdır. O vaxtın içində sizə səbirli olmalısınız ki, toxumun böyüsün, böyüyəndən sonra onun bəhrəsini görəsiniz, bağını görəsiniz. Onun üçün səbirli olmaq 100% lazımdır. Bir ağaca forma vermək üçün o formanı verirsiniz. Müəyyən bir vaxt keçir ki, o forma istədiyiniz forma kimi alınsın, olsun. Ona görə mütləq vəziyyətdə səbirli olmaq lazımdır. Təmraz bəy, mən sizə suallar verirəm. Siz işinizdən ayırmıram. Xeyr, qətiyyən. Tamam. Siz deyirsiniz ki, uşaqlıqdan yox, siz 18 yaşından başlamışsınız. Bəli, 18 yaşından. Amma əslində gec deyil də bir peşəyə başlamaq üçün. Sizə buna nə təkan verdi? Yəni Buna mənə təkan verməyin səbəbi oldu ki, mən misal üçün özüm öz ağaca baxırdım, bir fiqur görürdüm ağacda. Qıraqda baxan insanlara deyirdim, insanlar o fiquru görə bilmirdilər. Mən özümü onun təxəyyülündə canlandırırdım, amma onlara nə qədər dedsəm başa düşmürdülər, nə istəyirəm. Ondan sonra başladım belə qərara gəlim ki, xəyalımda gördüyümü, canlandırdığımı ağacların üstündə belə pisə-pisə insanlara göstərim, çatdırım. Bunlar yazıqdır, belə kəsirsiniz bunları. Xeyr. Ağacı nə qədər budasaq, ağac o qədər güclü inkişaf eləyər. Belə deyim də sizə, misal üçün ağacın kökü hazırda bu gövdə üçün nəzərdə tutulmuşdur. Buna bütün qidalı maddələri çatdıra bilir. Biz ağacı budayandan sonra ağacın kökü yerində qalır. Amma qidalı maddə çatdırılan hissə azaldığına görə yerdə qalan budaqlara qidalı maddələr həddən artıq çatır, çox çatır. Bu da ki, bitkinin sürətlə və yaxşı inkişaf eləməsinə səbəb olur. Siz belə bitkilər haqqında necə dərin biliklərə sahibsiniz? Bunun təhsilini Bu illərin almısınız? təcrübəsidir. Xeyr, mən Yalnız təcrübə zamanı 13 ildir bu işlə məşğul olam. Məşğul olduqca da qabağıma çıxan bütün problemlər haqqında internetdə oxuyuram, aqronomlarla məsləhətlər alıram. Ondan sonra da onları iş prosesində tətbiq edirəm və nəticəsini görürəm. Ondan sonra da işlər öz axarında gedir. Təmraz bəy, bura gəlin. Baxın, qurt basıb bunu. Nəsə olub yansın. Bəli, haqlısınız. Göründüyü kimi burada yaşıl bitkilər var. Buna insektiv tərkibli dərmanlardan istifadə etmək lazımdır. Topiari sənəti nədir və hardan bu ad ərsəyə gəlib? İlk öncə qədim Romada yaranıb, eramızın 1-ci əsrində. Banisi Gaius Matius sayılır. O Roma bağlarında bədii gözəllikdən estetik gözəlliyə çevirib ağacları. Misal üçün, topiari sənəti dedikdə, topiari sənəti ağacların fərqli formada biçilməsidir. Buna bir növdə yaşıl heykəltaraş da demək olar. Çünki ağacları heykəltaraş kimi yonub fərqli formalara sala bilir. Hazırda topiari sənəti öz pik həddini eramızın 17-ci əsrində Versal sarayda eləyib. Orada 800 fərqli fiqur, 80 formada var. 800 dənə misal üçün bitki var. Onlar 80 dənə fərqli formalar. İstər burada həndəsi formalar olsun, istər heyvan formaları olsun, istər başqa cür formalar var. Topiari sənətinin bağbanlıqdan fərqi var. Bəli. Topiari sənətinə bağbanlığın fərqi olur ki, bağbanlıq belə deyəndə ümumi qulluğu nəzərdə tutulur. Misal üçün sulamaqdır, dərmanlamaqdır, yüngülvari biçimlər. Amma topiari sənəti təbii gözəlliklə estetik gözəlliyin qarşımıdır. Misal üçün, topiari sənəti ilə məşğul olmaq üçün həqiqi mənada sözün ürək lazımdır. Çünki biçdiyiniz forma sizin gözünüzdə canlanır, xəyalınızda canlanır, amma qıraqdan baxan onu görmür. Bunu siz hazırlamışsınız, Bəli, onu mən düzəltmişsiniz, buna siz fiqur vermişsiniz. Bəli. Əladır. Misal üçün, bunu çox adam bağban heç vaxt adi bir bağban bunu nəzərdə xəyalında canlandırıb heç vaxt biçə bilmir. Amma topiari sənətinə məşğul olan insanlar onu eləyə bilir. Belə deyim, bağbanlıqla məşğul olan insan, topiari sənətinə məşğul olan insan işini görə bilməz, amma topiari sənətinə məşğul olan insan bağbanın işini görə bilər. Əla, təşəkkür edirəm. Buradan da sizin sayənizdə bütün bağbanlara, topiari sənəti ilə məşğul olanlara, gülçülüklə məşğul olanlara, hər kəsi peşəsində uğurlar arzulayırıq, salamlayırıq. Çox sağ olun, bugün gəlib bizi də çəkdiniz, bağbanlara biz vaxt ayırdınız, bizi də tanıtdınız. Topiari sənətinin
inkişafı üçün Azərbaycanda siz də bir dəstək elədiniz. Siz, dəyərli izləyicilərimiz, növbəti dəfə hansı peşəni öyrənmək istəyirsinizsə, zəhmət olmasa videonun altına rəylərinizi yazın.